Deməli bu günlərimdə salam hər vaxtınız xeyir olsun. Mənim dostum Mübariz qardaşımız burdadır. Maşınını da gətirib. Maşının yoxlayıb buradan keçəcəm içəri. Bir dənə bunun pis xarakteri var ki, maşınında problem olanda razılaşmır. Mübariz. Əsas odur ki, verilişin uzun ömürlü olsun. Mən eşitdiyimə görə sənin ximçiska təmizlik yerin var. Bir dəfə də gəlib xeyir dua vermişəm. Yoxdursa bizə aha bir dəqiqə. İcazə verin. Zəhmət olmasa. O kənd yerlərində köhnə qapılar olur da. Bax onun səsi gəlir. Çarəsi nədir usta? Çarəsi bir dəqiqə gətirir. Həll elə bax. Bax yerində gör baba elə baba. Ona göre getireceğim da. Yok onu ben çoktan getirdim. Bir dəqiqə bu həll olacaq. İndi maşını kodlasaq nələr var Allah. Bunlarda var problemi var. Bir dəfə gəldim maşında problem çıxdı. Onun üstündə dalaşdıq. Qada gəlir. Nerede bak gün neyi var? Saat gibi işte. Bir balaca səs var maşının motorunda. Yaqin o şirin ses yanıq şərəmi səsi var. Elə mi? Bilmirəm nə səsidir. Qardaş, hə bir adca səs. Şatunda səs var bunda, sən bilmirsən onu. Bu maşın motorda problem var. Bəli, motorda biraz problem var. Motorda zaten problem yoktu. Sen Danışmayacağam ki. Ciddi problemli. Hə, ciddi problem. düzgün bak, motorda problem yok. Düzgün baxıram qardaşdan, amma motorunda bir Ay kişi deyirəm düzgün bak, motorda problem yok. Mən düzgün istəyirsənsə bu motorunu sökə çıxardıq. Mən sağ Bizim servisə yaxınlaşırsan, bax keçən səfər də belə oldu. Maşına baxdım, dedim ki maşının falan defekti var, dedi ki yox. Başladı qardaş çıxmama xətir nə deyir. Onu bir də qoşuyorum. Bunu qoş. Boş görün. Uşaq olma sadəcə. Ha vallahi deyirəm. Açda deyirəm uşaq olma. Sən deyə zır deyirsən. Ay, yox sən gəlib burada deyirsən ki, Səhv deyirəm. mənim maşınıma gəlirsən burada zamçeniyə Diaqnostika çıxarsan. burada, Ay sən ki, burada. Zamçeniyə çıxarma, sadəcə deyirəm yığışdır onu. Ay ki, deyirəm yığışdır da burada. Ay qardaş olmadı ki. yığışdır. Yox, abi Götür. Xara Götür bağlayırsan bunu. ey. Götürəm, götürməyən amma deməli. Ay, sadəcə deyirəm, yekə oğlansan, hə. Yer işindən məşğul ol. Mən işim bu deyil. Ay, yer işindən məşğul ol. Nə ilə gedim məşğul? Deyirəm yer işindən Ha məşğul bir də əlsiz danışaq. Deyirəm yer işindən məşğul ol. İki sən tanıyırıq. Deyirəm yer işindən məşğul ol. Olanı deyirəm də mən sənə. Olanı demirsən, yer işindən. Niyə qəbul olana? Sana deyirəm Niyə yer. qəbul olana bilmirsən? Ha, burada da deyirsən. Sən kitabın bağlandı varız. Burada da Burada da Burada da 530'dan da seçim düz değil. Seçim düz değil. Mütləq ki 0 Deməli, qapıda səs, maşının titrikli yağı da düzgün tökmürsən. Sağ ol Mübariz, getdi içəri bunu müzakirə eləməyə. Studiyamızda avtomobillə bağlı Mübariz niyə belə maşına qulluq edir danışacağıq.